Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bugün Ramazan ayının 20-ci günüdür. Martın 20'si üçün imsak vaxtı saat 05:18-də, iftar vaxtı isə 19:07-dədir. İmsak duası. İlahi, bugün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla. Bugün məni Quran oxumaqdan müvəffəq et. Ey möminlərin qəlbinə aramlıq bəxş edin Allah. İftar duası. İlahi, sənin üçün oruç tutdum və sənin ruzunla iftar edib, yalnız sənə təvəkkül edirəm. Allah orucumuzu qəbul etsin.